Salam əziz dəyərli izləyicilər. Bu gün biz sizinlə İnkişaf Saatı layihəsinin növbəti bir buraxılışında görüşürük. Bizim bugünkü qonağımız təhsil bələdçisi Turan Hüseynovdur. Salamlayırıq Turan müəllim sizi. Salam, xoş gördük. Bu gün çox istərdim ki, biz şagird-fən münasibətlərindən, şagirdlərin fənnə qarşı olan fərqli baxış aspektlərindən danışaq. Bəli. Bəzi fənləri sevmələri, bəzi fənləri sevməmələri, bunların kökündə dayanan səbəblər, bunlar haqqında bir maraqlı bir diskussiya aparaq. Fikirlər çox önəmlidir. Məsələn, ilk sual kimi mənə çox maraqlı ola bilər ki, şagird sevdiyi fəndə daha həvəslə çalışıb nəticə əldə edə bilər. Bu normal qəbul olunur. Amma bəzən də olur ki, şagird universitetə hazırlaşdığı müddətdə bəzi fənni sevmir. Amma bu onun ixtisas qrupunda var və məcburdur ki, bu fənni sevsin və yaxud da sevməsin, amma yenə də uğur qazanmalıdır. Şagird sevmədiyi fəndə uğur qazana bilərmi? İlk sual bununla başlamaq istəyərdim. Əvvəla təşəkkür edirəm şagirdlər, abituriyentlər üçün, hətta tələbələr üçün belə çox önəmli bir mövzudur. Amma təəssüflər olsun ki, bu mövzu el arasında çox müzakirə olunsa da, mütəxəssislər tərəfindən demək olar ki, rəsmi platformalarda müzakirəsinə az rast gəlinir. Ona görə sizə xüsusi təşəkkür edirəm. Qaldı ki, sualınıza qısa bir cavab versək, cavabımız bəli. Amma biz ənənəmizə sadiq qalsaq, gəlin problemin kökünü tapaq, sonra problemin yaranma səbəblərini araşdıraq, daha sonra ona uyğun müxtəlif təkliflər verməyə çalışaq. Təkliflərimiz də həmişəki kimi dünya təcrübəsinə əsaslanıb Azərbaycanımıza uyğunlaşdırılmış formada olmağına çalışacağıq. Ümumiyyətlə, bir şagird təhsili sevsin yoxsa sevməsin? Ondan sonra ümumilikdə cavabı tapaq, sonra görək ki, ayrı-ayrı fənləri sevib sevməmək necədir. Biz araşdıranda görürük ki, şagirdlərin təhsilə, məktəbə, universitetə hazırlığı olan yanaşmaları 3 əsas qaynağa görə fərqlənir. Bunlardan biri hələ təhsilə başlamamış ailədə təhsilə qarşı olan fikirdir. Ona görə də şagirdin təhsilə, məktəbə münasibəti formalaşa bilir. Əgər valideynlər məktəb haqqında xoş sözlər danışırsa, xoş xatirələr danışırsa, müəllimlərindən, dostlarından, kitabdan danışırsa, uşaq üçün də bir müəyyən yaşına uyğun, 4-5 yaşa uyğun kiçik də olsa dərs vəsaitləri alırlar, bir yerdə işləyirlərsə, bu uşaq məktəbi sevəcək. Bunun əksi də var axı. Bəzi valideynlər deyir ki, əşi, filan kəs oxudu, nə oldu? Mənim də uşağım oxuyub, nə olsun? Evet. Və yaxud da ki, qonşumuz neçə il oxudu, heç maaşı zəifdir. Bu iddialar, bu fikirlər uşaqları təbii ki, məktəbə qarşı soyudacaq. İndi ailədən başqa bunu ümumi olaraq bir mühit də götürə bilirik. Bəzən qohumlar deyir, bəzən müxtəlif yaş mühitində, yaş dövründə yeniyetmələrin dostları bu ifadələri səsləndirirlər. Evdə bu sözləri eşidən şagirdlər onu artıq bir neçə ildən sonra məktəbdə təkrarlayırlar və ümumi mühiti bir növ mənfi zədələyirlər. İkinci məsələ deməli, şagirdin özündən qaynaqlanır. Çünki bəzən şagirdin istedad və bacarıqları ya təhsil yönümlü olmur və ya da hansısa konkret fən yönümlü olmur. Bu da çox təbiidir. Biz burada gərək həm ailədən dəstək görək, amma xüsusən əziz müəllimlərimiz şagirdlərinə qarşı peşəkar yanaşma sərgiləsinlər. Gələcək dəqiqələrdə bunu açıqlayarıq. Digər təsirli tərəf isə artıq məktəb və dərsliklərdir, yəni təhsil verən tərəflərdir. Burada bəzən müəllim və şagirdlərin münasibəti, bəzən dərslərin ağırlığı, bəzən kitabların anlaşılmazlığı, bəzən müəllim və şagird qarşılıqlı münasibətlər və s. ola bilər. Yəqin ki, bu üç mövzunun təhsilə ümumi münasibətdə təsiri hər kəsə aydındır. Amma konkret fənlərə gələk. Yaxşı, necə olur ki, mənim övladım riyaziyyatdan 5 alır, ədəbiyyatdan 3. Və ya tərsinə. Və yaxud da tərsinə. Məsələn, ingilis dilindən 5 alır, fizikadan 3 alır. Valideyn bunu bəzən həzm eləyə bilmir.
Çünki övladının güclü tərəfini görür, indi zəif tərəfdən görmək istəmir həmin övladı. İstəyir ki, hər tərəfdən yüksək səviyyəli olsun. Buradan əziz valideynlərimizə və eyni zamanda da əziz müəllim həmkarlarımıza səslənək ki, bir şagird bütün fənlərdən əlaçı ola bilməz. Bu, insanın quruluşu ilə ziddir. Çünki bizim beynimizin sağ yarım kürəsi var, sol yarım kürəsi var. Biri inkişaf eləyəndə dəqiq elmlərdə güclü oluruq, digəri inkişaf eləyəndə humanitar elmlərdə güclü oluruq. Bəzi ixtisas peşələr sırf qabiliyyətdən asılıdır. Məsələn, idman sahəsidir, musiqi, rəssamlıq və s. Hətta görürsünüz ki, imtahanda da onlar fərqlənir. Onlar buraxılış imtahanından verirlər, blok imtahanından azaddılar və birbaşa qabiliyyət imtahanı verirlər. Yəni, əziz valideynlər və müəllimlər şagirdlərdən gözlənti umanda onu şagirdin bilik, bacarıq, qabiliyyətlərinə uyğun eləməlidirlər. Və sualımız budur ki, yaxşı, məsələn, Nuray xanım fizikadan yaxşıdır, kimyadan da 5 alır. İndi ingilis dilindən bu uğurlu ola bilər, ola bilməz. Ədəbiyyatdan uğurlu ola bilər, ola bilməz. Burada uğur üçün bizim vahid bir meyarımız yoxdur. Əgər bütün şagirdləri sinifin, qrupun ən yaxşı şagirdi ilə müzakirə eləsək, o sinifin hamısı uduzacaq. Çünki ən yaxşı bir nəfər olur. Amma yox, bütün şagirdlərin fərdi olaraq, ayrı-ayrılıqda yaxşı nəticələrini qiymətləndirsək, bütün sinif, olmasa da sinifin 80-90%-ni müəyyən uğurlu hesab etmək olar. Yəni, məsələn, mənim ədəbiyyatda xüsusi bir istedadım yoxdur. Amma bəzi şagirdlər, məsələn, görsən elə aşağı siniflərdən, məktəb dövründən şeir yazmağa başlayır. Yaradıcılığı yoxdur. Amma yaxşı ədəbiyyat müəllimi onlara ədəbiyyatı, şeiri, romanı, əsərləri sevdirə bilər, hekayələri sevdirə bilər. 5-ci sinifdə oxuduğum bu heykəl əsəri heç vaxt yadımdan çıxmır. Müəllim bunu yaxşı izah eləsə, yaxşı anlatsa, uşaqlar, şagirdlər fənni sevəcək. Ola bilər mən şeir yazmayım və ola bilər ki, heç vaxt mən ədəbiyyatdan 10 üzərindən 10 almayım, amma 10 üzərindən 8 almaq da uğurdur. Əgər mən dəqiq elmlər istiqamətinə yönəlirəmsə. Və yaxud da, məsələn, biologiya fənnində bitkiləri öyrənirik, zoologiyada heyvanları öyrənirik. Bunlar bizim həyatımız üçün çox önəmlidir. Çünki biz heyvanlarla, bitkilərlə eyni təbiətdə yaşayırıq. Onları biz hər gün görürük, həyətdə, bağçada, məktəbin həyətində. Bəzən evimizdə bitki var, bəzən evimizdə ev heyvanı saxlayırıq. Bunun əhəmiyyətini öyrətsə müəllimlər, uşaqlar zaten fənni sevəcək. Onsuz da sevəcəklər. Əsas məsələ fənni necə sevdirək? Oradan qaynaqlanır. Bəli. Bunun bir standartı varmı? Bunun bir yolu varmı? Əsas məsələ odur. Təşəkkür edirəm Turan müəllim. Onda biraz xülasələşdirsək, icazənizlə. Əlbəttə. Biz belə başa düşürük ki, təşəkkür edirəm. Biz belə başa düşürük ki, sevmədiyimiz fəndə birinci yenə də biz qayıdırıq problemi araşdırmağa. Biz niyə fənni sevmirik? Bu sevmədiyimiz fənn ifadəsi qaynağı araşdırılmalıdır. Dedik ki, bu 3 əsasdan ola bilər. Təhsil əsaslı ola bilər, müəllim əsaslı ola bilər, ailə əsaslı ola bilər, ailədən qaynaqlana bilər və yaxud da ki, müəllim-şagird münasibətlərindən qaynaqlana bilər. Və eyni zamanda biz ümumi yanaşdıq birinci etapda ki, təhsil mütləq şəkildə əhəmiyyəti başa düşülməlidir. Bir məcburiyyət kimi başa düşülməməlidir. Ali təhsilin vacibliyi vurğulanmalıdır. Baxın, ümumiyyətlə, çox üzr istəyirəm. Burada bir məsələni dediniz. Bunu istəyirəm, mən xüsusilə çatdıram. Əziz valideynlərimiz, bəzən elə müəllimlər özləri, bəzən bir çox halda da şagirdlərin özləri təhsil almağı pul qazanmaqla eyni tərəziyə qoyurlar. Bax, bizim təhsilə münasibətdə ən böyük yanlışımız budur. Biz gözləyirik ki, bir adam yaxşı oxuyursa o milyonçu olsun. Amma biz unutmamalıyıq ki, yaxşı təhsilli, yüksək təhsilli bir adam zəngin ola da bilər, olmaya da bilər. Eyni zamanda ali təhsil olmayan bir nəfər də
zəngin ola da bilər, olmaya da bilər. Ümumiyyətlə zəngin olmaq, imkanlı olmaq, milyonlara sahib olmaq üçün təhsil yeganə şərt deyil. Bəli. Öz sahəvi bilməlisən. İndi onun təhsilini bəzən universitetdə alarsan, bəzən kollecdə alarsan, bəzən peşə məktəbində alarsan, bəzən usta yanında şagirdlik eləyib öyrənərsən. Bunu bilməlisən, bu şərtdir. Amma digər şərtlər var. Axı sən o biliyindən, bacarığından düzgün istifadə qaydalarını, istifadənin zamanını, məkanını, eyni zamanda öz şəbəkəni necə təşkil etməyi, müştəri ilə davranmağı və s. bir çox amilləri öyrənsən, sən uğurlu biznesmen ola bilərsən. Təkcə işi bilməklə sənin uğurlu biznesmen olmağın o qədər də gözlənilmir. Amma bir şey də unutmuruq. Təhsili yüksək səviyyədə olan insanlar özlərini biraz daha da inkişaf etdirsələr, onların ən azı orta səviyyədə və yaxud da bir orta səviyyədən yuxarı gəlirə sahib olmağı da gözlənilə biləcək. Bəli, gözlənilə biləcək. Yəni peşəkar insanlar belə deyək də öz sahələrindən istifadə qaydalarını öyrənəcək. Düzgün istifadə etməyi bacaracaq. Bəli, ümumiyyətlə təhsil insana pul qazandırmaq üçün yox, insanı keyfiyyətli şəxsiyyət yetişdirmək üçün var. Bir vətəndaş kimi. Bəli, bir vətəndaş kimi. Özdə müasir dünyamıza baxanda indi artıq ölkə vətəndaşı yox, dünya vətəndaşı anlayışını biz görürük. Yəni sən yüksək keyfiyyətlərə sahib bir insan kimi formalaşırsan, əvvəllər biz düşünürdük ki, məsələn, mən ancaq öz kəndimə fayda verəcəm, rayonuma, şəhərimə, ölkəmə. İndi bizim müasir texnologiya sayəsində xidmətlərimiz dünyanı əhatə eləyə bilir, bir çox ölkələrə əhatə eləyə bilir, onlayn şəkildə sifarişlər almaq olur, xidmətlər göstərmək olur. Ən azından, məsələn, bax, bizim bu video yazılarımıza bir neçə ölkədə baxa bilərlər. Həm Azərbaycanlılar baxa bilər, həm də ki, elə dilimizi başa düşən digər millətlər də baxa bilərlər. Eyni zamanda biz özümüz də axı bir çox materiallardan istifadə edirik. Yəni, biz artıq dar baxa bilmərik də, yəni bu video konkret bir coğrafiya üçün hazırlanıb deyə bir şey yoxdur. Yəni, sosial şəbəkədə paylaşsa, bunu bütün dünya istifadə eləyə bilər. Ona görə də təhsili biz ümumiyyətlə pulla ölçmək yanlışdır. Təbii ki, hər kəs yaxşı maaş almaq istəyir falan. Bu məsələnin bir tərəfidir. Amma digər daha geniş tərəflər var ki, biz təhsildən düzgün istifadə eləsək, pul üstəgəl bir çox ağlımıza gəlməyən şeylər əldə edəcəyik. Burada müsbət mənada nüfuz ola bilər, burada münasibətlər ola bilər, münasibətlər şəbəkəsi ola bilər. Burada sən öz ölkəvi tanıtdıra bilərsən bütün dünyaya və digər hələ də ağlımıza gəlməyən hər bir sahədə olan indi valideynlər və abituriyentlər üçün gizli olan o avantajları da biz əldə edə bilərik. Əldə edə bilərik. Turan müəllim, bəs son olaraq bu fikirlərimizi bir araya gəlsək, belə deyə bilərik ki, şagird sevmədiyi fəndə uğur qazana bilir nə mənada? Əgər bu fənni sevməyərək qalsa, bir uğur nəticə əldə edə bilməyəcək. Mütləq məcburdur ki, sevmədiyi fənni sevmək üçün səbəblər tapmalıdır. Yəni, ya müəllimlə münasibətləri düzəltməlidir, ya özü üçün tutarlı bir hədəf tutmalıdır. Mən bu fənni heç olmasa qısa müddətdə də olsa səthi yanaşaraq, lap dərinliyinə getməsəm də, səthi yanaşaraq imtahanın mənə qoyduğu tələblərə əsasən mən bu məlumatları əldə etməliyəm. Şagirdlərin marağını çəkəcək müəllimlər nələrsə fikirləşməlidir. Biz indi ikinci sualda təbii ki, müəllim-şagird münasibətlərinə toxunacağıq. Və ən əsası sevmədiyi fəndi şagird öz bacarıqlarını uyğunlaşdırmalıdır. Bu bacarıqlara uyğunlaşdırsa, onda müəyyən qədər nəticə əldə etmək şansı daha da artacaq. Yəni mütləq şəkildə fənlə arasını düzəltməlidir. Belə deyək də, bu bilikləri mənimsəmək üçün fənlə münasibətləri bir ilkin səviyyədə düzəltdikdə, özü nəticə əldə etdikdə daha da həvəslənib bunun mümkünlüyünü anlayacaq deyə başa düşürük. İzləyicilərin o sualını az qala eşidirəm ki, necə? O necəni sizdən eşitmək çox maraqlı olarmış. Əsas məsələ, bəli, bir işi yerinə yetirməli olduğumuzu biz bilirik. Bəli. Bu həyatımızın bir çox sahəsində var. Bəli. Amma bu işin necə yerinə yetirilməsi bizim gələcəyimizə, həm karyeramızda, həm şəxsi həyatımızda çox böyük təsir eləyir.
biz bir işi sevə-sevə həyata keçirsək, ondan zövq alacağıq. Məcburiyyət xatirinə həyata keçirsək, yola vermə ifadəsi var, xoşa gəlməyən bir ifadə. Bax, Təki bu o günlər reallaşacaq. keçsin, Bəli, və burada davamlı uğurdan söhbət gedə bilməz. Amma seviriksə davamlı uğur olacaq. İndi məsələ nədir? Əgər bir şagird düşünürsə ki, bu biliklər harda mənə lazım olacaq? Məsələn, həndəsə. Şagird deyir ki, mən tərcüməçi olmaq istəyirəm. Mən dil ədəbiyyat müəllimi olacağam. Nə edirəm həndəsəni? Trigonometriya nə? Bəli, ilkin baxışda haqlıdır. Biz özümüz də düşünmüşük. Bəli. Yəni indi əziz abituriyentlər deməsin, müəllimlər çıxıblar ora danışırlar. Yox, biz də sizin fikirləşdiklərinizi fikirləşmişik. İndi burada müəllimin peşəkarlığı lazımdır. Müəllim dərsi ənənəvi mühazirədə keçmək əvəzinə, əgər desə ki, ay oğlanlar, sabah ev alanda otaqların sahəsini necə ölçəcəksiniz? Bütün oğlanların diqqəti dərsə çəkiləcək. Yaxşı, əgər sizin balkonunuz kvadrat düzbucaqlı formada yox, məsələn oval formada olsa, onun sahəsini necə ölçəcəksiniz? Sizi necə aldatmasınlar? Onda bütün oğlanlar diqqət dərsə yönələcək. Məsələ buradadır ki, bir fənlə, bax bir misalla bütün fənni sevdirmək olar. Elə yaxşı bu dərsə diqqət yönəldi, bəzən olur. Çünki bu dərsin əhəmiyyətini bilmək üçün bundan əvvəlki dərs və ya bundan sonraki dərslərdə diqqətli olmaq lazım olacaq. Onunla da uşaqları biz çəkə bilərik həmin fənnə. Əgər bir şagird məsələn xarici dilə marağı yoxdur. Bir də var, təsəvvür edin, müəllim gəlir. Deyir ki, olur da belə. Hə. Elanı eşitdiniz də, filan bir proqram yayımlanıb, ölkədən 20 nəfər xaricə göndəriləcək. Kim qoşulur? Məsələn, gəlin bugün sizə ən çox lazım olan ifadələr öyrədək. Aeroportda lazım olacaq ifadələr öyrədək. Məsələn, alış-veriş zamanı, yemək zamanı, onda hamı maraqlı olacaq. Şagirdlərin hər biri demək olar ki, onlayn alış-verişin iştirakçısıdır. Yəni ən azından valideynlər texnologiyadan istifadədə bir balaca geri qaldığına görə övladından kömək istəyir. Yaxşı, gəlin bir dərsdə deyək ki, onlayn alış-verişdə lazım olan sözlər öyrənək. Şagirdlərin çoxu ona maraq göstərəcək. Biz istəsək də, istəməsək də texnologiya bizim həyatımızda var. Mən bir dənə bunu da deyim. Əziz valideynlərimiz bəzən çalışırlar ki, öz övladlarını texnologiyadan tamamilə uzaq tutsunlar. Amma bu mümkün deyil. Gecikmişik. Bəli, artıq çox. Yəni bax bu görüşdə sizin də telefonunuz masanın üstündədir, mənim də telefon. Yəni bu görüşün özü texnologiya vasitəsilə çəkilir də və bizi izləyənlər də telefon, planşet, böyük ehtimal ki, o kompüter vasitəsilə izləyəcəklər. Biz texnologiyadan uzaqlaşa bilmərik. Texnologiya bizim həyatımızda var. Öyrənməliyik ki, texnologiya ilə birlikdə necə yaşayaq? Texnologiya ilə birlikdə necə yaşayaq? Uşaqlarımız texnologiya ilə birlikdə necə yaşasın? Bunu öyrənməliyik. Nəinki texnologiyanı həyatımızdan çıxardaq. Bu mümkün deyil. Bu gün alınmayacaq. Biz geriyə gedə bilmərik. Onda gəlin elə xarici dil müəllimləri şagirdlərə desin ki, gəlin texnologiyada lazım olan terminləri öyrənən sizlə. Bəli. Sinifin neçə faizi dərsə qoşular? Böyük əksəriyyəti qoşulacaq. Hələ orada sosial şəbəkələrdə istifadə olunan terminlər. Bəli. Ona görə də müəllimlərdən bir balaca peşəkarlıq tələb olunur. Daha sonra təbii ki, həyatda göstərmək lazımdır bəzi məsələləri. Məsələn, zoologiya dərsi zooparka niyə aparmayaq? Bitkilərdən danışırıqsa, məsələn, bizim dövrümüzdə olurdu. Həftə sonları məktəbdə iməciliyə çağırılırdıq, ağac əkirdik. O ağac əkənlər sonra ağacın inkişafında istər-istəməz müşahidə edir axı, baxır, onu heç kim əzməsin, bir çəpər də çəkilirdi, dövr olaraq sulanırdı və s. Yəni, uşaqlarda maraq qatmağın yolları çoxdur. Keçən dəfəki dərslərimizdə dediyimiz kimi, dərs məkanı ancaq sinif deyil ki. Hər yer məktəb. Bəli, bəzən kitabxana olar, bəzən həyət olar, bəzən elə tapşırıq vermək olar ki, uşaqlar onu evdə eləsinlər. Hətta yemək bişirmə zamanı riyazi hesablamaları tapşıra bilərik. Tutaq ki, bugün evdə hər kəs gələn dərs gəlib təsvir eləsin ki, evdə bişirdikləri axşam yemək üçün məsələn neçə 100 qram düyü,
neçə 100 qram yağ, tutaq ki, neçə dilim çörək bir nəfər üçün, ümumilikdə yemək neçə porsiya oldu, onu gözə yarı necə hesabladı, analardan qoy soruşsunlar uşaqlar, onu dəqiq tərəzi ilə, mətbəx tərəzisi ilə necə hesabladılar. Bunlar olduqda təsəvvür edin ki, sinifin böyük əksəriyyətinin ora marağı olacaq. Yemək bişirməyi sevməyənlər də sevdiyi yeməyə görə ona maraq göstərəcəklər. Yəni, əziz müəllimlər, bir metod budur. Həyatla fənni əlaqələndirmək lazımdır. Onda şagird deməyəcək ki, mənə lazım deyil. Onda idmana yönəlmiş şagird deməyəcək, mənə xarici dil lazım deyil. Bir müəllim peşəkarlıq göstərsin, biraz əziyyət çəksin, idmanda haqsızlığa uğramış və özünü müdafiə eləyə bilməyən bir məşhur idmançının videosunu göstərsə şagirdlərə və ola izah eləsə ki, dili bilmədiyinə görə özünü müdafiə eləyə bilmədi, haqlı olduğunu tələb eləyə bilmədi, bütün idman sevən uşaqlar dili öyrənməyə çalışacaqlar. Ən azından zəruri terminləri öyrənməyə çalışacaqlar. Baxın, dediyimiz məsələ də budur zaten. Biz bir şagirdin bütün səviyyədə, bütün fənlərdə yüksək səviyyədə olmasını zaten gözləyə bilmərik. Amma hər fənni orta səviyyədə öyrənmək olar. Digər məsələ nədir? İnsanlara həmişə digərlərinin şəxsi həyatı maraqlı olur. Zaten biz bu gün tənqid elədiyimiz və qarşısını ala bilmədiyimiz televiziya verilişləri bu metoddan istifadə edir. Kimlərinsə şəxsi həyatını çıxardır müzakirəyə, insanlar ona qulaq asır və s. Yaxşı, bu metod əgər işə yarayırsa, biz onu niyə görə səmərəli şəkildə istifadə eləməyək? Hər bir fəndə, ixtisasda, sahədə uğurlu olan insanlar var. Onların həyatını, yaradıcılığını şagirdlərimizə tətbiq eləsək, o da şəxsi həyatdır. Uşaqların diqqətini çəkəcək. Turan müəllim, mən çox gecikmədən ikinci sualı vereyim. Çünki siz artıq mövzu olaraq ikinci sualını demək olar ki, danışırsınız. Qoy elə sualı verim ki, daha da geniş, belə maraqlı müzakirəmiz olsun. Onsuz da biz bu verilişləri çalışırıq ki, sual sayı çox olmasın. 2 sual ətrafında şagirdlərin xüsusən də imtahana yaxın ərəfədə vaxtlarını çox almayaq. Bacardığımız qədər qısa müddətdə dəyərli məlumatlar ötürək. Bu sevilməyən fəndən danışırıq və sevilməsində elə ikinci sualım elə müəllimlərin rolu idi ki, biz müəllimlər, təbii ki, siz hətta nəinki müəllimlər, valideynlərdən də danışdınız. Biz müəllimlər konkret olaraq məsələn, hansı addımları atsaq, şagirdin fənnə qarşı maraqları daha da artar. Xüsusilə də indi uzun müddətlidən də bir danışarıq müəyyən qədər qeydlər deyərsiniz ki, məsələn, bir şagird tutaq ki, müəllim yeni tədris ili üçün artıq sentyabrdan yeni tədris ilinin planlaşdırmasını aparanda nələrə fikir versin ki, bir il ərzində şagirdin diqqətini dərslərə çəkə bilsin və nələrisə əldə edə bilsin, şagirdə məlumatları ötürə bilsin. İkinci də ki, qısa müddətdir. Məsələn, 2 ay sonra və yaxud da 2 həftə sonra, 3 ay sonra uşağın imtahanı var. Uşaq xüsusən təbii ki, 11-ci siniflərdən nəzərdə tutulur və 9-cu sinif buraxılış imtahanlarından. Şagird potensiallı şagirddir. Müəllim bunu hiss edir, bilir ki, bu şagird məsələn 100 üzərindən 60 götürə bilər, 70 götürə bilər. Amma şagird buna inanmır. Şagirdin fənnə marağı yoxdur. Halbuki hər bir fəndə bir var yaradıcı kimi yanaşasan, təhlil eləyəsən. Məsələn, riyaziyyatdan deyək də, bu düstur hardan gəldi, necə gəldi? Bu artıq hər şagirdin işi deyil. Xüsusi şagirdlərin işidir ki, bu fənni sevir, bunun arxasınca gedir. Niyyəsini bilmək istəyir. Amma bəzi şagirdlər də var ki, biz imtahanda uğur qazanmaq üçün onun dərinliyi lazımdır. Səthi məlumatlar kifayət edir ki, biz nə edək ki, imtahanda uğur əldə edək. Bununla da bağlı tövsiyələrinizi, məsləhətlərinizi eşitmək istəyirik ki, elə bizim şagirdlər başda olmaqla bütün digər şagirdlər də faydalana bilsin inşallah. Burada bir məsələni yadda saxlamaq lazımdır ki, təhsil insanla işdir. Yəni bizim işlədiyimiz qarşı tərəfimiz, bizim fəaliyyət göstərdiyimiz qarşı tərəf insandır. Ona görə biz işləri həmişə düstura sala bilmirik. Çünki hər bir insan fərqlidir. Biz kobud da olsa bəlkə də uyğunsuz müqayisə olar. Məsələn, bax bu mebel istehsalçısı bu masanı düzəldərkən materialı yaxşı seçibsə, işini də yaxşı bilirsə, nəticə 100% yaxşı olacaq. 100%. Yəni bu material prosesə yaxşı seçilsə mənfi təsir eləməyəcək.
Amma təhsildə elə deyil. Biz insandan işləyirik deyə. Həmin insan hər gün fərqli bir əhvalda ola bilər. 100%. İstedadlıdır. Amma məsələn qəza keçirib dərsə qoşula bilmir. Geri qaldı. İstedadlıdır. Ailəsində problem var, fikrini cəmləyə bilmir. Yenə geri qalır. İstedadlıdır. Yeniyetməlik dövründə mənfi vərdişlərə qurşandı. İtkidir. Bəlkə də ölkə səviyyəsində, dünya səviyyəsində böyük bir alim olacaqdı. Yəni biz insanla işləyirik deyə dediyimiz düsturlar nə qədər ümumi olsa da bütün hallarda keçərli deyil. Amma dediyimiz ayrı-ayrı düsturları düzgün istifadə eləsək, bütün hallarda uğur qazanmaq olar. Çünki bir düstur, məsələn 60-70% şagird üçün keçərlidirsə, digəri 60-70% ümumilikdə bütün şagirdlərlə işləyə biləcək düsturlarımız ola bilir. İndi uğurlu müəllim gərək bunu düzgün təyin edə bilsin. Gəldik sualımıza. Məsələn, birinci dizayn məsələsi. Müəllimin özünün geyimindən tutmuş, sinifin dizaynına qədər fərqliliklər uşaqlarda diqqət yaradır. Biz bilirik ki, bir şagird fənni əsasən iki səbəbdən sevir. Ya fənni sevəcək, ya da müəllimi sevəcək. Bunun hər ikisində müəllimin rolu var. Müəllim də həmin fənni sevdirən də əsasən müəllimdir, özünü sevdirən də müəllimdir. Müəllim ya insani belə deyək də bacarıqlarını inkişaf etdirib uşaqları özünü sevdirəcək, ya da fənnini çox yaxşı izah eləyəcək. Maraqlısı da budur ki, müəllimin bütün bu funksiyaları bir anda olmalıdır. İndi nümunələr gətirək. Bu yaxınlarda bir video çıxdı qarşıma Türkiyədə. Deməli anaokuldur da, ibtidai məktəbdir. Orada məktəblər bölünür. Hə. Deməli anaokuldur, ibtidai məktəbdir. Uşaqlar qar yağmasını istəyirlər, amma bu il qar yağmayıb. Məktəb rəhbərliyi bir yük maşını qar gətizdirir və onu boşaldır məktəbin həyətinə. Uşaqlar nə qədər sevinir. Və o qarla oynayırlar. Bəllidir ki, qar yağmayan yerdə qar az müddət qalacaq. Onlar bir və ya iki dərsdən yayınacaqlar. Amma bir-iki dərsdən yayınmalarına baxmayaraq, bir ömür o məktəbi bitirənə qədər məktəb rəhbərliyini sevəcəklər. Müəllimləri sevəcəklər. İnsan sözünə də qulaq asır. Bəli, ondan sonra da bütün fənlərdə uğurlu ola biləcəklər. Və yaxud da digər bir nümunə var idi. Məktəb direktoru ümumi məktəbin mikrofonunu götürür, səslənir. Uşaqlar, görürəm ki, qar yağır. Mən sanki sizin həyətə çıxmaq səslərinizi eşidirəm. Düz deyirəmsə, səsiniz gəlsin. Və bu uşaqların bütün səsi məktəbi bürür. Bəli, istəyirik. Ondan sonra direktor deyir ki, hə, yaxşı. Hadi, qoşalım. Hə, hadi oynayın. Bunlar başlayırlar oynamağa. Yenə də həmin gün ola bilər. Dərs keçilməsin. Amma bundan sonra hər gün uşaqlar o müəllimi sevəcəklər, direktoru sevəcəklər. Bilirsiniz, məsələ uğur bəzən proqramda olmur. Həmin gün o situasiyadan istifadə etməkdən asılıdır. Ona görə mən bayaq deyirdim ki, bəli, ona görə bayaq deyirdim ki, biz bəzən dəqiq düstur verə bilmirik. Gərək müəllim yaradıcı olsun, anında istifadə eləyə bilsin. Başqa bir nümunə var və dediklərimin heç biri də Avropada deyil. Mən ümumiyyətlə adətən çalışıram ki, nümunələri şərq ölkələri, qonşu ölkələr üzərindən gətirim ki, və yaxud inkişaf etməkdə olan ölkələr üzərindən gətirim ki, təxminən bizlə bərabər səviyyədə olsun. Ölkələrin birində direktor, bir müdrik, ziyalı bir şəxsi dəvət eləyir məktəbə. Yəqin ki, tanışlıq olub. Hə, müəllim, siz də buyurun, gəlin, uşaqların qarşısında çıxış eləyin, onların həvəsi artsın. Həmin ziyalı şəxs də deyir ki, mən gün təyin elədik, saat təyin elədik, getdim məktəbə. Gördüm ki, uşaqların bir qrupu həyətdə futbol oynayırlar. İndi yəqin növbəli sistem olub, ya dərsdən sonra hər nə. Direktor həmin uşaqları çağırdı ki, bəs gəlin bura, bir ziyalı şəxs dəvət eləmişik, indi sizlə təhsil haqqında danışacaq. Mən də deyir,
uşaqlara dedim ki, gəlin gedək futbol oynayaq sizlə. Direktorun gözləntisinin tam əksinə. Onsuz da bu uşaqlar dəcəllikdən ayıra bilmirdi, futbol oynamaqdan ayıra bilmirdi. İndi dəvət elədiyi şəxs də uşaqlara qoşulub futbol oynayır. Deyir, oyunumuzu qurtardıq. Elə əyləşdik stadionun ortasında. Mən başladım bunlarla səmimi söhbət eləməyə. Və təbii ki, söhbət əsnasında da təhsilin əhəmiyyətindən danışdım. İndi siz təsəvvür eləyin, bu ziyalı şəxs uşaqları düzsəydi qabağına, əlinizi belə qoyun, tərpənməyin, təhsil sizə lazımdır, gələcəyiniz, oxumaq, yenə də oxumaq. Və eyni zamanda uşaqların gözündə təhsil idmanın düşməni. Bəli, həm təhsil idmana düşmən, həm asudə vaxtda düşmən, həm bu qaraqabaq bir insan ancaq bizim qarşımızda danışır. Amma bir də var ki, gördülər ki, yox, mənə təhsil lazımdır deyən adam, həm də futbol lazımdır ona, mənlə futbol oynayır. Və hətta biraz müəllim aktyorluq eləsə, qoy qol vurmasın. Qəsdən əyri vursun, imkan versin ki, uşaq onu allatsın, keçsin, uşaq ona qol vursun. Yəni, müəllimlər bu ustalığı anında qərar verməlidir, məkanında qərar verməlidir. Bəzən görürsən ki, məsələn, öz praktikamdan, mən bir Məhəmməd adında tələbəm var, onun bəlkə də artıq ölkənin yarısı tanıyır. Videoları yaxşıdır, çəkirəm bir yerdə, özün də həvəsi yaranırdı, digər uşaqların da həvəsi yaranırdı. Digər müəllimlər də var, bəzən sinifi çəkirlər, şagirdlərin nailiyyətini paylaşırlar. Başqa bir nümunə deyək, mən öz məktəbimizdən deyim. Məsələn, bizim məktəbimizdə idmanda, müxtəlif yarışlarda uğur qazanan şagirdlərin diplomlarını, medallarını bir güşədən asırdılar. Eyni zamanda müəllimlər və ya direktorlar, məsələn, tutaq ki də Həsən adında bir şagird, 9-cu sinif şagirdi, 8-ci sinif şagirdi, Bakı çempionu olub. Məsələn, cüdo üzrə, karate üzrə. İki direktor yanaşmasını burada biz görə bilərik. Biri budur ki, vecini almır. Şu qazanıb bizim məktəbə nə dəxli var? Əhəmiyyət verir. Hə, idmana gedir, orada idman müəllimi təbrik eləsin. Mən nə edirəm? Hələ bir dərsin də vaxtından gedəcək, onu danışaq. Bu bir. İkincisi budur ki, səhər düzülüşündə həmin uşağı dəvət eləyirik məktəbə, uşaqların qarşısına, tribunaya. Adını çəkirik, nailiyyətin qiymətləndiririk, bu nailiyyətə hər hansı bir əziyyətlə gəldiyini deyirik və eyni zamanda digər uşaqlar üçün də idmanın da yaxşı bir fəaliyyət olduğunu deyirik. Bu həm də uşaqların mənfi vərdişlərdən çəkinib idmana yönəlməsinə təsir eləyəcək. Sabah məktəblər arasında müxtəlif yarışlar olur. Məsələn, kim harda necə yarış olur, həmin komandanı çağır, voleybol komandasını çağır, onların şəklini as məktəbdə bir güşəyə, məktəbin müxtəlif qəzetləri varsa, çıxırsa, uşaqlar bəzən əl yazma yazırlar, həmin qəzetləri hazırlayırlar. Bir yer ayırın həmin nailiyyətlərə, uşaqlar məktəbi də sevəcək, fənni də sevəcək. Başqa yol yoxdur. Bəli, mütləq. Eyni zamanda bir fənni digər fənlə əlaqələndirmək çox önəmlidir. Fənlər arası inteqrasiya çox önəmlidir. Burada təbii ki, müəllimlərin özünün də geniş dünya görüşünə sahib olması göstərilir. Bayaq dediyimiz kimi, məsələn, idman və xarici dillər olsun və yaxud da digər fənlərdə də indi. Məsələn, riyaziyyatın tətbiqi, məsələn, pul hesablamaları olsun, faiz hesablamaları olsun. Məsələn, bir riyaziyyat müəllimi şagirdin birini milyonçu rolunda təqdim eləyə bilər. Sənin, məsələn, 1.253.785 manat pulun var. Onun və mühasibiniz hesablama nəticəsində hər ay 1% artıq maaş ödəyib işçilərə. Onda şagirdlər 1%-in əslində məsələn 20 qəpik, 10 qəpik olmadığını başa düşəcəklər və artıq onlar başa düşəcək ki, gələcək həyatımızda mən faizi düzgün hesablamasam, nə qədər itki ola bilər, nə qədər artıq xərcim çıxa bilər. Real nümunələrlə buna hər kəs eləyə bilər. Görürsən, əgər sinifdə, məsələn, oğlanlar çoxdur, maşınlara marağı çoxdur, ölkəyə daxil olan maşınların sayı ilə müəyyən misallar vermək olar və yaxud da ki, dünyada istehsal olunan maşınların sayını. Bu, yenə dediyim kimi, yəni sinifi görəcəyik, sinifin marağını görəcəyik, ona görə də davranacağıq.
Bəli, bundan əvvəl yenə dediyimiz kimi də, məsələn, məşhur insanları tanıtmaq və yaxşı olardı ki, imkan daxilində fənlər üzrə məşhur insanları məktəbə də dəvət eləyək. Məsələn, tutaq ki, onların həyat yaradıcılığını araşdırmaq, şagirdlərlə bölüşmək. Bu yaxınlarda məsələn tanıdığım müəllimlərdən biri ana dili günündə tədbir keçirdi. Mən dedi ki, məsələn, istəyirəm yazıçı dəvət eləyim. Çox gözəl bir hadisədir də, çox gözəl hadisədir. Axı uşaq nə qədər eyni müəllimləri dinləsin, eyni direktoru dinləsin, bəli, fərqli fikir, orada bir imza günü təşkil eləmək olardı, yazıçının məsələn kitablarından hədiyyə kimi təqdim eləmək olardı. Ümumiyyətlə təhsili biz imtahan və qiymətləndirmədən çıxartmalıyıq. Təbii ki, imtahan və qiymətləndirmə var, bunu biz ümumiyyətlə, bəli, çünki rəqabət var. Keçən dəfələrdə biz dediyimiz kimi ali təhsil müəssisələrinə daxil olma zamanı rəqabət var. Burada bir imtahan olacaq. Bunu sən elə. Amma təhsil imtahan üçün deyil, təhsil qiymət üçün deyil. Təhsil mənim peşəkar inkişafım üçündür. İndi imtahan da olsa, o artıq seçən, imtahan götürənlərin işidir əslində. Biz orada iştirakçıyıq, nəticəmiz yaxşı olsun, amma yaxşı mən şagird olsam, yaxşı tələbə olsam, onsuz da qiymətlərim əla olacaq. Onsuz da hər şey yaxşı olacaq. Ona görə də müxtəlif dəvətlər, eyni zamanda müxtəlif turların təşkili. Məsələn, muzey günündə Azərbaycanda muzeylər ödənişsiz olur. Gözəl bir fürsətdir də, müəllimlər uşaqları gəzdirə bilər. Muzeylərdə, baxın, tarixə həvəs olanlar orada daha çox motivasiya qazana bilər. İndi müxtəlif muzeylər var. Bir var ancaq kitabdan görən, kitabdan oxuyan, dildən dilə şifahi. Bir də var ki, baxın, məsələn, xalça muzeyi var. Burada əl işi olanlar, rəssamlığa yönəlmiş şagirdlər daha çox motivasiya qazana bilər. Muzeylərin də fərqlidir. Rəsm sərgiləri olur, bəli, uşaqlara aparmaq olar. Hətta görərsən məktəbdə bir dönəm, məsələn, rəsmə meyilli uşaqlar çoxdur, onların sərgisini məktəbdə təşkil edin. Valideynlər gəlsin, çəkin, məktəbin sosial şəbəkə hesablarında paylaşın. Bu nə qədər motivasiya verər uşaqlara. İdman yarışları təşkil edin və s. və s. Bu həm də uşaqların bir-biri ilə qaynayıb qarışmasında çox böyük kömək eləyəcək. Eyni zamanda məktəbdə uşaqlar bir-birini nə qədər çox tanısalar, məsələn, tutaq ki, voleybol komandasında həm 11-ci sinif şagirdi var, həm 10, həm 9. Və hətta rəsm müsabiqəsində həm 8-dən, həm 9-dan, həm 10-dan uşaqlar bir-biri ilə tanış olurlarsa, məktəbdə neqativ hallar, bullying, qısnama kimi halların da qarşısı artıq alınacaq. Çünki hamı bir-biri ilə dostlaşır. Təşəkkür edirəm Turan müəllim, çox dəyərli fikirlər bildirdiniz. Düşünürəm ki, bu veriliş də faydalı bir keçdi. Verilişin vaxtını çox uzatmırıq. Dediyimiz kimi bu veriliş imtahan ərəfələrində paylaşılacaq deyə şagirdlərin daha da çox zamanını almırıq. Çalışdıq bacardığımız qədər qısa müddətdə şagirdlərin fənn üzərində və müəllimlərin fənnini sevdirməsində rolundan danışdıq. Turan müəllim, təşəkkür edirəm dəyərli fikirləriniz üçün. Son bir sual çox maraqlı olardı. Biz müəllimlərdən danışdıq. Müəllimlər bunu etməlidir, bunu fənni bilməlidir. Biz indi hər sahədə olduğu kimi ancaq yükü müəllimlərin üzərinə yıxmayaq. Bəs bu şagirdlər nələr etsin? Şagirdin özünün bir vəzifə öhdəlikləri varmı? Və yaxud da istəyir sevmədiyi fənni sevsin, öyrənsin, təhlil eləsin, araşdırsın. Bəs bu nələr etməlidir? Necə edə bilər? Çox dəqiq bir sualdır. Çox yerində olan bir sualdır. Əziz şagirdlərimiz başa düşməlidirlər ki, ümumiyyətlə mən təhsil alıramsa, valideynim köməkçidir. Müəllimim köməkçidir, dərslik köməkçidir, hər kəs köməkçidir. İşi görən mənəm. Təəssüf ki, bəzən şagirdlərdə biz onu müşahidə edirik ki, bir çox hallarda məsuliyyət tələb edən məsələlərdə özlərinin yaşlarından biraz kiçik aparırlar. Çox təəssüf. Valideynin dəstəyini, müəllimin dəstəyini bəzən yetərli və ya yetərsiz hesab edirlər. Kitab pisdir, hər şeydə bir məsələ tapırıq. Amma şagird özü haqqında sual verir. Mən necəyəm? Mən necə hazırlaşıram? Əziz şagirdlərimiz, tələbələrimiz gərək bu sualı versinlər. Yaxşı,
Mən bu fənni sevmirəm. Hər yerdə bu sualı verir. Ay ana, bu fən mənim nəyimə lazımdır? Ay əmi, bu fənni mən nə edirəm? Müəllimlərə də bəzən kinayə edirəm. Mən nə edirəm bunu? Ya bir sualı, bax bu sualı bir dəfə müəllimlərə tam ciddiyyətlə versəydilər ki, ay müəllim, bu fənnin faydası nədir? Müəllim onu izah eləyər. Düzdür, müəllim zaten izah eləməlidir. Bəzən izah eləyəndə də qulaq asmırlar. Amma sual olaraq şagird tələbə o fənni faydası haqqında sualı versə, qulaq assa, bəlkə də bir çox şeylər həll olur. Bəlkə də bəzən özünün xəbəri yoxdur ki, o fənn üzrə bunun yaxşı istedadları var. Çox, bizdə də çox şagirdlər görmüşük. Çox şagirdlər görmüşük, bəzən də o şagirdləri biz itiririk bir cəmiyyət olaraq. Onlar çox yaxşı mütəxəssislər ola bilərdi. Bax, bir məsələ budur. Müəllimdən soruşmaq. Soruş ki, ay müəllim, siz bu kitabı tədris edirsiniz, bu fənni tədris edirsiniz, bu bizə harda lazım olacaq? Bayaq dediyimiz kimi, riyaziyyat ancaq o deyil ki, dükanda 20 manat verim, 15 manat çıxanda mən 5 manat alırım. Kalkulyator da o işi görür. Bəli, yəni sahə hesablanması olsun, faiz hesablanması, gəlir, xərclər və s. Bunlar müəllim bunu daha geniş izah eləyə bilər. Növbəti məsələ budur ki, biz 21-ci əsrdə sosial şəbəkə dövründə yaşayırıq. İstənilən sahədə mütəxəssisləri tapmaq Facebook, Instagram üzərindən çox asandır. Şagirdlərimiz niyə mütəxəssislərə yazıb soruşmurlar? Salam, ağa müəllim, mən sizi izləyirəm, görürəm ki, siz uğurlu riyaziyyat müəllimisiniz. Bu sahənin gələcəyi varmı? Mən də istəyirəm riyaziyyat müəllimi olum. Və yaxud da, ağa müəllim, ixtisas seçimi jurnallarına baxıram, bir ixtisasın adı riyaziyyatdır, digər ixtisasın adı riyaziyyat müəllimliyidir. Nədir bunun fərqi? Bunun fərqi nədir? Nə məsləhət görürsünüz? Və yaxud da kompüter mütəxəssislərinə yaza bilərlər. Hörmətli Sadiq müəllim, baxıram ixtisas seçimi jurnalına, bir ixtisasın adı kompüter elmləridir, digəri kompüter texnologiyalardır. Nə məsləhət görürsünüz? Fərq nədir? Bəli. Ümumiyyətlə, mühəndislik belə dedi, ifadəsi olan çoxlu ixtisaslar var. Nədir bu mühəndislik? Bunlar nədir? Məktəbdə eşitməmişik. Dərs fənlərimizdə olmayıb. Amma gələcəyimiz üçün bizə təqdim olunub axı. Yaxşı, bu işin gəliri nə qədərdir? İş tapmaq imkanları nə qədərdir? Eyni zamanda daha ali səviyyədə mən magistratura, doktorantura istəyirəmsə, xaricdə təhsil imkanları nə qədərdir? Bəzi hallarda şagirdlərin məlumatı olmayan ixtisaslarda uğur qazanmaq daha asan olur. Çünki ora yönələn az olur. Məsələn, bu il 2025-ci il üçün artıq yeni ixtisaslar təqdim olunub. İndi görək abituriyentlərin neçəsi onunla maraqlanıb. Yəni biz fərziyyəmizi desək, bəli, ənənəvi hüquq, həkimlik və s. Yeni ixtisasın bir şeyi var ki, bu il o ixtisasa qəbul olanlar 4 il sonra ölkədə ilk mütəxəssislər olacaqlar və onların alternativi olmayacaq. Heç kim onlardan öncə bu ixtisası bitirməyib. Yeni açılan iş yerləri onlar üçündür. Bax, bu suallar, bu düşüncələr, mən əminəm ki, sosial şəbəkə üzərindən 10, 11, 9-cu sinif şagirdləri, 8, 7-ci sinif şagirdlərinin valideynləri hər hansı bir mütəxəssisə onun sahəsi haqqında, ixtisası haqqında sual versə, onlar çox böyük məmnuniyyətlə bunu qəbul edəcəklər, cavablandıracaqlar, bəzən görüş təyin edə bilərlər və s. İkincisi, uşaqların mədəni inkişafı ümumiyyətlə lazımdır. Yaxşı olar ki, teatrlar, kinolar aparaq, eyni zamanda da müxtəlif sərgilər. Məsələn, son illər ölkəmizdə müxtəlif sərgilər olur. Şirkətlərin sərgiləri olur, xaricdə təhsil sərgiləri olur, kitab sərgiləri olur. Düzdür, bunlar birbaşa məsələn 8-ci sinif şagirdlə əlaqəli deyil. Amma valideynlə bir yerdə getsə, o şagird görəcək ki, məsələn, əmək yarmarkasıdır məsələn. Uşaq orada bir müxtəlif ixtisasların, peşələrin adını eşidəcək. Bu peşə üçün nələr lazımdır, hansı bacarıqlar lazımdır, onu eşidəcək. Ondan sonra başlayacaq özündə o ixtisasa uyğun bacarıqları formalaşdırmağa. Bu artıq normal şagird yetişdirməkdir. Amma bu olmayanda uşaq elə gözü bağlı gəlir, ənənəvi ixtisasları seçir, sonra universitetə daxil olur. Bəzən də birinci qrup hələ gərginlik, ikinci, üçüncü qrupda kursda ayrılır ki,
İkinci, üçüncü kursda ayılır ki, ay aman, mən seçimi düz eləməmişəm və yaxud da düzdür, amma bundan yaxşı da seçim eləyə bilərdim. Vaxtında verilməmiş Bəli. düzgün qərar, səhv Təsir. seçim bir həyatı boyu şəxsi Bəli. təsir edə bilər. Bəli. Təşəkkür edirəm. Sağ olun, minnətdaram. Dəyərli izləyicilər, biz sizinlə bu gün şagird-fən münasibətlərini, şagirdin fənni sevməyində şagirdin öhdəlikləri, müəllimin üzərinə düşən öhdəliklər, ümumi olaraq bir çox mövzuları müzakirə elədik. Təşəkkür edirik bizi izlədiyinizə görə. Növbəti verilişlərdə görüşənə qədər. Allah'a emanet olun.